Salam əziz müəllimlər. 7-ci mövzumuz oduncağın əsas fiziki və mexaniki xassələri mövzusudur. Oduncaq qədim dövrlərdən müxtəlif qurğuların, mebellərdən tutmuş böyük ev əşyalarının, gəmilərin hazırlanmasına istifadə olunur. Oduncağın da müxtəlif materiallar kimi iki növə malikdir. Yəni istənilən konstruksiya materialı kimi oduncaq da iki xassəyə malikdir. Hansı xassələrdir? Fiziki və mexaniki xassəsi. Deməli, oduncağın neçə xassəsi oldu? 2. Fiziki və mexaniki. Fiziki xassələrinə onun rütubəti, rəngi, iyi və sıxlığı. Bunu sir kimi yadda saxlayın. Sir. Yəni sıxlığı, iyi, rəngi, rütubəti və mexaniki xassələr isə meb, bərkliyi, möhkəmliyi, elastikliyi. Meb deyəndə möhkəmliyi, elastikliyi və bərkliyi. Mebel, sanki mebel sözünə oxşar formada. Oduncağın rütubəti nədir? Su kütləsinin onun quru kütləsinə olan nisbətidir və faizlə ifadə olunur. Deməli, oduncağın rütubəti nə ilə ifadə olunur? Faizlə ifadə olunur. Oduncağın mütləq rütubəti isə müəyyən bir həcmdə olan, oduncaqda olan nəm kütləsinin tamamilə quru oduncağın kütləsinə olan nisbətidir. Və qeyd etmək lazımdır ki, oduncağın növündən asılı olaraq yüngül və ağır olur. Həmçinin buna az sıxlıqlı və çox sıxlıqlı da deyə bilərik. Bəs oduncağın rəngi nədir? Əks olunan işıq axınının spektral tərkibindən asılı olaraq vizual qavrayışıdır. Bu isə oduncağın rəngidir. Baxın, vizual qavrayış, vizual nədir? Görünüş, sanki görüntü, rəng. Bunu görəndə yadınıza salın ki, bu oduncağın rəngini demək istəyir. Sonra hər bir oduncaq növünün əlaməti onun müəyyən iyə malik olmasıdır. Deməli, hər bir oduncağın əlaməti nədir? Onun müəyyən bir iyə malik olmasıdır. Necə? Hər bir ağac müəyyən qoxuya, iyə malikdir. İynə yarpaqların oduncağı qətran ətri iyi verir. Ağacaqovaq isə nadir, özünə məxsus ətri ilə seçilir. Ağacaqovaq özünə məxsus bir qoxusu var, iynə yarpaqlarını isə qətran ətri verir. O həmin oduncaqlar qətran ətri iyi verir. Oduncağın iyi dedikdə onun qoxu hissəsinə təsir etmə xüsusiyyəti nəzərdə tutulur. Vahid həcmdə olan oduncaq kütləsi onun sıxlığıdır. Sıxlıq isə belə ifadə olunur. Məsələn, 1 kub santimetr şam ağacı 0,5 qram kütləyə malikdirsə, deməli onun sıxlığı da 0,5 qram bölünsün santimetr kuba bərabərdir. Baxın, sıxlığın belə deyək də bir düsturu var ki, bu da rho bərabərdir, m bölünsün v. İndi mən sizə onun düsturlarını atacağam. Dərsdən sonra mən sizə olan düsturunu da atacağam. Belə deyim, burada da göstərə bilərik. Burada rho nədir, m nədir, v nədir? Baxırıq, müəllimlər. Deməli, müəllimlər, indi göstərirəm sizə sıxlığın düsturunu. Sıxlığın düsturu belədir ki, rho bərabərdir. Rho bərabərdir. M bölünsün V. M bölünsün V. Burada rho sıxlıqdır. M kütlədir. V isə həcmədir. Deməli, rho bərabərdir M bölünsün V. Əgər M-i soruşursa, yəni bizdən kütləni soruşursa, bu zaman M bərabərdir bölürük. Daha doğrusu vururuq. Rho bərabərdir V-yə. Əgər bizdən V-ni soruşursa, bu zaman V bərabərdir M bölürük rho-ya. M bölürük rho-ya. Yəni, hər birini belə deyək də, hansını soruşursa, sıxlığı soruşursa, rho bərabərdir M bölünsün V. Əgər bizdən həcmi soruşursa, bu zaman həcmi tapırıq. Həcmi tapanda hesablayırıq belə bu formada. Bu zaman hesablayırıq V ilə. V bərabərdir M bölünsün rho. Əgər kütləni tapırıqsa, bu zaman isə sadəcə kütləni tapanda biraz fərqli olur. Bu zaman M bərabərdir rho vurulsun V-yə. Bu formada hesablayın. Yəni, hansını soruşursa, belə deyək də, yerinə qoyursunuz, belə deyək, kəmiyyətləri və hesablayırsınız. Sadə bir düsturu var, hesablanması da sadə formadadır.
Sonra çökək, küknar, şam, qovaq ağaclarının oduncağı az sıxlığa malikdir. Baxın, bunlar az sıxlıqlıdır. Hansıdır? Cökək, küknar, şam və qovaq. Əksinə palıd, toz ağacı, sonra göyrüş, ağcaqayın, alma, armud ağaclarının oduncağı isə yüksək sıxlığa malik oduncaqlardır. Deməli, az sıxlıqlı çökək, küknar, şam, qovaq, çox sıxlıqlı isə palıd, toz ağacı, göyrüş, ağcaqayın, alma və armuddur. Deməli, müəllimlər, burada tapaq sözü ilə çox sıxlıqlı olan ağacları rahatlıqla tapa bilərsiniz. Baxın, toz ağacı 2 dənə A var. Tapaq, alma, armud, palıd, bir də hansı idi? Göyrüş. Baxın, tapaq sözü ilə yadda saxlaya bilərsiniz. Bu sözü yadda salsaz biləsiniz ki, bunlar çox sıxlıqlıdır. Digər yerdə qalanlar isə az sıxlıqlı olanlardır. Daha sonra oduncağın nəmliyi onda olan rütubətin miqdarı ilə ölçülür. Qurudulma zamanı rütubətin bir hissəsi buxarlanır. Oduncağın nəmliyini təyin etmək üçün nümunəni qurudulmadan əvvəl və sonra çəkərək fərqi, yəni buxarlanan rütubətin kütləsini qurudulan nümunənin kütləsinə bölüb 100-ə vurmaq lazımdır. Bu da bərabərdir. Yəni bərabər deyəndə bu da belə hesablanır ki, düsturla, müəyyən bir düsturla hesablanır. Burada düstur isə müəllimlər V bərabərdir. M-dən çıxılsın M quru bölünsün M quru vurulsun 100 düsturu ilə hesablanır. Deməli M buxar, bir dəqiqə. Deməli düsturumuzu yazdım. V bərabərdir. M-dən çıxılsın M quru bölünsün M quru vurulsun 100 düsturu ilə hesablanır. Daha sonra başqa nə deyə bilərəm sizə? Burada başqa sizə nə deyə bilərəm? Məsəl üçün M buxarı tapmaq istəyiriksə, bu zaman M-dən çıxılsın M quru, M nəmi tapmaq istəyiriksə, M buxar üstə gəlsin M quru, M qurunu tapmaq istəyirsə, M nəm çıxılsın M buxar. Bunların hamısını yazılı formada sizə göndərəcəm. Yəni yerlərinə qoyub hesablayıb tapırsınız. Yəni sizdən nəyi istədiyindən asılıdır təbii ki bunlar. Sonra müəllimlər, oduncağın mexaniki xassələrindən biri də deyir, onun bərkliyidir. Oduncağın bərkliyi digər cisimlərin ona daxil olmasına müqavimət göstərmə qabiliyyətidir. Deməli, oduncağın bərkliyi nədir? Digər cisimlərin ona daxil olmasına müqavimət göstərmə qabiliyyətidir. Oduncağa daxil olan əşyanın səthində buraxdığı oyğun ölçüsünə əsasən bərkliyini təyin etmək olar. Deməli, oduncağın bərkliyini nəyə əsasən təyin edirik? Əşyanın səthində buraxıldığı oyğun ölçüsünə əsasən onun bərkliyini təyin etmək. Yəni ki, oduncağa hər hansısa bir əşyanın daxil olursa, o zaman oduncağın səthində hansı ölçüdə belə deyək, oyuq yaranırsa, bu həmin oduncağın nə qədər bərk olduğunun göstəricisidir. Yəni oyuq nə qədər kiçikdirsə, oduncaq bir o qədər bərkdir. Bərk oduncağa mismar vurmaq, rəndə ilə yonmaq, mişarlamaq, oymaq və deşmək çox çətin olur. Oduncağın möhkəmliyi onun müəyyən yükə davam gətirmə qabiliyyətidir. Oduncağın möhkəmliyi onun müəyyən yükə davam gətirmə qabiliyyətidir. Palıd, ağcaqayın, toz ağacı ağacların oduncağı yüksək möhkəmliyə malikdir. Palıd, ağcaqayın, toz ağacı ağaclarının oduncaqları yüksək möhkəmliyə malikdir. Ağcaqovaq, cökək, küknar ağacı isə əksinə nisbətən yumşaq oduncaqlar hesab olunur. Baxın, bunlar həm də bayaq deyirdik, az sıxlıqlı, çox sıxlıqlı. Baxın, ona oxşur. Çox sıxlıqda aid olan ağaclar var ki, palıd, toz ağacı, görüş, ağcaqayın bunlar çox sıxlığa malik olan idi, yüksək sıxlığa malik olanda. Həmçində burada deyir ki, yüksək möhkəmliyə malik olanlar da eynilə həmin ağaclar növü ilə eynidir. Yəni palıd, ağcaqayın, toz ağacı yüksək möhkəmliyə, ağcaqovaq, cökək, küknar isə əksinə nisbətən yumşaq hesab olunur. Yəni az sıxlıqlı olanlara isə bunlara aid edirlər. Orada da demişdik çökək, küknar, sonra nə var idi? Ağcaqovaq. Belə. Orada qovaq yazıb, yəni sıxlıqda
qovaq sizi çaşdırmasın. Eynidir. Ağaca qovaq, qovaq eyni növ ağaclara aiddir. Sonra oduncağın möhkəmliyi onun hə bunu dedik. Daha sonra oduncaqda olan məmulat yükləndikdə onun lifləri dartılır, sıxılır və əyilir. Deməli, oduncaqdan olan məmulatlara üzərinə hər hansısa bir yük yükləndikdə onun lifləri dartılır, sıxılır və əyilir. Məsələn, stulun ayaqları oturacağın ağırlığı altında sıxılır. Xizək isə xizəkçinin kütləsi altında əyilir. Odur ki, oduncağın möhkəmliyi dartılma, sıxılma və əyilməsinə görə fərqlənir. Deməli, oduncağın möhkəmliyi nəyə görə fərqləndi? Onun dartılması, sıxılması və əyilməsinə görə fərqlənir. Əgər təsir edən xüsusi yükləmə oduncağın davam gətirə Deməli, əgər təsir edən xüsusi yükləmə oduncağın davam gətirə biləcəyi yükləməni üstələyirsə, onda məmulat dağılır. Hər bir oduncaq növünün davam gətirə biləcəyi möhkəmlik fərqlidir. Oduncağın elastikliyi xarici təsir götürüldükdən sonra, baxın elastikliyi plastikliyi yox. Deməli, xarici təsir götürüldükdən sonra o əvvəlki formasını və ölçüsünü bərpa etmək qabiliyyətidir. Bu oduncağın elastikliyidir. Xizəyin, xəttkeşin, yaylı oxun elastikliyi bu haqda təsəvvür yaradır, hansı ki onlar yenidən öz əvvəlki formasına qayıda bilir. Oduncağın rəngi ağacın növü ilə təyin olunur. Deməli, oduncağın rəngi nə ilə təyin olunur? Onun növü ilə. Oduncaq gözəl təbii rəngə malikdir. Çox vaxt məmulat boyanmır. Sadəcə şəffaf lakın köməyi ilə bu rəngi saxlamağa çalışırlar. Yəni, öz təbii rəngini laklama vasitəsilə saxlayırlar. Bir çox oduncaq məmulatların hazırlanması üçün quru oduncaq rütubətliliyi 8-15% olan ağaclardan istifadə olunur. Çünki ondan hazırlanan detallar əyilmir, asanlıqla emal edir, rənglənir və uzun müddət istismar olunur. Yeni tədarük edilmiş oduncağın nəmliyi isə 60-80%-dir. Yəni, nəmliyi çox olur. Nəmliyi 8-15% olan oduncağı əldə etmək üçün isə onu qurudurlar. Yəni, baxın, testlərdə düşür, nəmliyi 8-15% olan oduncağı əldə etmək üçün onu qurudurlar. Neçə faiz olan? Yəni, 8-15%-i əldə etmək üçün demək istəyir burada. Nəmliyi 8-15% olan oduncağı əldə etmək üçün onu ilk öncə qurudurlar. Oduncaq təbii, yəni havada və süni kamera yolları ilə qurutmaq olar. Təbii qurudulma üçün mişar materialları yel çəkən yerə və ya talvar altına qalaq şəklində yığılır. Qurumaq üçün yığılan taxtaların arasında eninə istiqamətdə tirlər düzülür. Bu onun təbii formada qurudulmasıdır. Süni qurudulma isə qurutma kameralarında yerinə yetirilir. Kamerada üfürülən isti havanın təsiri ilə rütubət tezliklə buxarlanır. Oduncağın qurutma kameralarında qurudulması daha tez və keyfiyyətli alınır. Havaqovan qurğuların köməyi ilə güclü təsirə malik isti hava axını yaradılır. Kamerada qurutma müddəti bir neçə sutka çəkə bilər. Qurutma kamerasında bu işi quruducu qurğu operatorları idarə edir. Kim? Quruducu qurğu operatorları idarə edir. Onlar kameradakı hərarətə, onun paylanmasına nəzarət edir. Oduncağın nəmliyini ölçür. Qurudulan zaman oduncağın lifləri uzunluğuna və eninə qeyri-bərabər quruyub sıxılır. Odur ki, quruduqdan sonra mişar materialları öz formasını dəyişmir və əyilmir. Şəkil 3-də deyir, oduncağın əyilməsinin müxtəlif növləri göstərilmişdir. Mişar materialları əvəzolunmaz, arzuolunmaz əyilmələrin baş verməməsi üçün onları ara qatı olmaqla sıxılmış halda qurudurlar. Necə? Ara qatı olmaqla sıxılmış halda qurudurlar. Burada taxtanın, hansı ki deyildi şəkil 3-də, taxtanın əyilmə növləri var. 3 növ var. Uzunluğa, eninə və vintvari. Belə müəllimlər. Dərsimiz bu qədər.